بالحجة 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 بالحجة. Esselamu Aleyküm möhtərəm müsəlmanlar. Möhtərəm müsəlmanlar, rafizlər yenə də öz etiqadlarında mətindirlər, möhkəmdirlər. Yəni bunlar Qurani Kərimi oxumaq, ona əməl etmək, onu öyrənmək və dinlərini təkmilləşdirmək, mükəmməlləşdirmək əvəzinə Qurani Kərimdən ondan elm kimi faydalanmaq əvəzinə başqa necədirsə istifadə edirlər. Hər cürə istifadə edirlər. Bir qalmışdı başa qoymaq. Bunu deyirlər. Düzdür, bu köhnə adətləridir. Lakin artıq bu məsələ haqqında danışmağın vaxtı gəlib çatıb. Deməli, bu insanlar, Ramazan ayı bilirsiniz ki, müqəddəs bir aydır. Bu ayda müsəlmanlar ibadətlə, Allah Subhanahu wa Ta'ala'nın dinini öyrənməklə, Allahın kitabını oxumaqla və sair keçirirlər. Yəni ki, dinimizin rukunlarını öyrənmək, dinimizin əmrlərinə tabi olmaq, qadağalarından çəkinmək və Allaha təqvalı bir bəndə kimi yaxınlaşmaqla bu ayı biz keçiririk ki, Allah Subhanahu wa Ta'ala bizim oruclarımızı qəbul etsin, bizi Firdos cənnətlərinə daxil etsin öz rəhməti ilə. Lakin bu ayda rafizlər nə oyunlardan çıxırlar? Yenə də köhnə stillərində dəyişmirlər, öz köhnə imiclərini saxlayıblar, ağlaşma, vay şivən qopartma, üz cırmaq, sinə vurmaq və Quranı başa qoymaq. Yəni bu Quranı başa qoyurlar nəsranilər. Yəni inanmırsınızsa girib maraqlana bilərsiniz. Şəbəkə, internet, sosial şəbəkələri doludur belə bir videolarla. Haradakı nəsranilər kilsədə öz ruhaniləri qarşısında təzim əlaməti olaraq Bibliyanın böyük bir versiyasında, böyük kitabını öz başlarına qoyurlar və bu şəkildə də dinlərinə təzim əlamətlərini bildirirlər. Yəni ki, İsa əleyhissalama qarşısında baş əymək bir ritualdır bu. Bunlar da təbii ki, bütün böyük qism dinlərini onlardan götürdükləri kimi bu adəti də nəsranilərdən mənimsəyiblər. Yəni başa Quran-ı Kərimi qoymaq. Yəni bu nə dərəcədə bizim dinimizə uyğun gəlir, bu nə dərəcədə düzdür, buna gülmək olmaz, bu ağlamalı bir haldır. Lakin buna gülmədən bundan baxıb keçmək də mümkün deyil. Yəni insan nə dərəcədə cahil olmalı, nə dərəcədə öz dinində zəlil olmalıdır ki, kitabı oxumaq əvəzinə başına qoysun. Yəni buna söz yoxdur qardaşlar, söz yoxdur. Ona belə şeylərə baxın, Allah həmd edin ki, Allah Subhanahu wa Ta'ala sizi milyonların içindən seçib, sizə hidayət verib, sizi öz dini üzərində möhkəm saxlayıb və dua edin ki, Allah Subhanahu wa Ta'ala imanınızı daha da artırsın, sizi bu yolda mətin etsin, möhkəm etsin. Allah müsəlmanları qorusun. Vəssalamu aleykum və rəhmətullah.